Herkese salam. 2025-i xilas edirəm gün 4-ə. Xoş gəlmisiniz. 30 gün, 30 fərqli mən deyə başladığım bu marafonda bu gün də beyin təmizliyini sizlə paylaşıram. Ümumiyyətlə beyin təmizliyi elədiyim dəftərim bu dəftərim deyil, amma dekabr ayına özəl sırf bu 30 gün yazmaq üçün yeni bir dəftər tutmaq qərarına gəldim və bu sadəcə 30 günü aid eləyəcək və ardına da istəyirəm ki, şəkillər falan yapışdırım və bu 2025-ə özəl bir dəftər olaraq qalsın. Ümumiyyətlə bu ideya yeni olduğu üçün, ilk 2 gün başqa bir dəftərdə olduğu üçün qərar verdim ki, birinci olaraq başlayım 2025-i dəyərləndirməyə. Telefonsuz sadəcə 2025-dən həqiqətən də mənim üçün dəyərli olan nə qədər xatirəm var idisə, hamısını yazmağa başladım. Onun ardınca ikinci gün üçün, yəni dekabrın 2-si üçün deməli paylaşdığım üz baxım rutinləri haqqında düşüncələrim, yeni nə öyrəndimsə hər birini qeyd elədim. Daha sonra bu günümdən danışmaq istəyirəm. Düzdür, günlük paylaşılmaz, amma mən istəyirəm ki, buradan maraqlı bir hissə paylaşım. Deməli, kitab o qədər maraqlı idi ki, bu sevdiyim xarakter üçün 40 gün yaz tutmaq qərarına gəlmişəm və bəyəndiyim xarakterlərin həyatı necə olursa, mənə də o təsir eləyir. Təbii ki, bu bir kitabdır və reallıq özündə əslində əks elətdirir. Əslində kitab oxusanız reallığı nə qədər əks elətdirdiyini görə bilərsiniz. Ümumiyyətlə kitabın bəyənəni də çoxdur, bəyənməyəni də çoxdur. Amma yenə də məni xarakter özünə belə deyim, heyran elədi. Əslində razılaşıram ki, düyün nöqtələr çox idi. Bəzi xarakterlər göydən düşərmiş kimi kitaba daxil olurdu. Gərək bir-iki səhifə oxuyasan ki, başa düşəsən ki, bu kimdir, hardan gəldi və niyə gəldi. Amma yenə də baş xarakterin davranışları olsun və hekayəni danışan xarakterin izah tərzi olsun, onun realist düşüncəsi, vəziyyətə necə yanaşması olsun, hər biri mənim çox xoşuma gələn hissələrdən idi. Kitab mənə bir şey qatdımı? Çox bir şey qatmadı, çünki hazırki dövrün reallığını yəni davam elətdirir. O dövrdə necə idisə, indi də elə idi. Amma baş xarakter olan Jay və onun sadiq dostu Nick qəlbimdə ayrı bir yer olacaq. Məsələn, video çəkməyin, bu belə şeyləri yazmağı, qeyd etməyi sevdiyim tərəflərindən biri də budur. Çünki indi onlara qarşı hisslərim hələ istidir, hələ təzədir. Yəni bütün duyğularımla yaşayıram, amma nə bilim, bəlkə də üstündən 2 ay keçəndən sonra, 2 il keçəndən sonra yenə də o xarakterləri sevəcəm əlbəttə ki, o kitabdan bir-iki səhifə açan kimi o xarakterləri xatırlayacağam. Amma duyğularım o qədər də təzə qalmayacaqdı. Amma indi yazıram, qeyd edirəm deyə unutmaram. Çünki dönüb baxa biləcəyim bir yer, dönüb oxuya biləcəyim bir yer var. Kitabda sevdiyim cəhətlərdən biri də bu idi ki, insanı sorğuladır ki, ardınca qaçdığın şey həqiqətən sənə mi aiddir, yoxsa özünü mü aldadırsan? Yəni baş xarakterə baxdıqca nə qədər bunu sorğulayırsan, beynində ancaq onu düşünürsən, onu belə deyim, müəyyən qədər götür-qoy edirsən ki, o niyə düz eləmədi, niyə belə elədi və s. və sonda başa düşürsən ki, insan daha özünü tam tanımamışkən başqasının həyatına anlam verməyə çalışır, başqasını tanımağa çalışır və problemlər də ortaya buradan çıxır. Sonda öyrənirik ki, xəyallar həmişə ayağa qalxmağa kömək eləmir, bəzən də uçurumdan aşağı itələyir və üzücü olan hissə odur ki, və bu kitabda da kitabdan bir aforizmdir demək olar məncə. Düzəltmək üçün bütün qüvvətimizi tükətdiyimiz şeylərə yeni gözdən baxmaq hər durumda yenə də insanın duyğularını incidir. Bu cümlə üzücüdür, çünki həqiqətən də kitabdakı hekayəni anladan Nick'in yerində olub, orada Gatsby'ı xilas eləmək istəyərdim. Əslində bu spoiler oldu, amma yenə də hekayəni bilmədiyi üçün və çox geniş izah eləmədiyim üçün nə mənada xilas eləmək olduğunu bilməyəcəksiniz oxumayınca. Amma yenə də spoiler almaq istəyən arkadaşlarım yorumlarda yazsa sizə spoiler verə bilərəm. Hər kəsin dünya görüşü və məsələyə baxış tərzi fərqlidir. Hər nə qədər Amerika ədəbiyyatında böyük bir yer olsa da, bəyənəni qədər bəyənməyən də var, başda dediyim kimi, amma mən bəyənən kütlədənəm. Çünki kitabın yazıldığı dövrdəki reallıqla hazırki reallıq çox üst-üstə düşür. Demək olar ki, davam eləyir də deyə bilərik. Ümumilikdə isə bu kitabı danışmağımla yanaşı demək istəyirəm ki, həqiqətən də hər gün yazmaq insanın beynini xilas eləyir, beyin həqiqətən də təmizlənir. Necə təmizlənir? Məsələn, mən bu düşüncələri yazdığım üçün artıq yatanda düşünmə məcburiyyətində qalmayacağam. Nə Gatsby'ı xilas eləmək, nə də Nickə ağıl öyrətmək kimi bir dərdim olmayacaq. Rahat şəkildə yuxuya gedə biləcəm. Eyni zamanda dönüb baxanda kitabın məndəki izlərinə də yenidən rast gələ biləcəm. Ümumilikdə
deyə bilərəm ki, 2025 boyunca düşündüyüm, hiss elədiyim hər nə varsa, hər birini yazıya tökmüşəm. Digər illərdə də olduğu kimi və dönüb-dönüb oxuyanda da çox xoşbəxt hiss edirəm. Və bu son 30 gündə də yenidən yazmağa davam edəcəm. Tək fərqi odur ki, yeni dəftərdə davam edəcəm və bu 2025-ə özəl olaraq qalacaq. Və 4-cü günümüzü də tamamlamış olduq. Deyəcək bir sözüm qaldımı deyə düşünürəm. Əslində danışsam daha çox danışaram da, amma video uzanır. Nəysə. Sağ olun, sağlıcaqla qalın. 5-ci gündə görüşənədək.